Baləli bəy, hazırda meyxananın şahı olaraq kimi görürsünüz? Mən meyxananın şahı olaraq həmişə demişəm bu sözü və bu gün də deyirəm və sabah da gəlsə, sabah da deyəcəm. Rəşad Dağlını görürəm. Mənim üçün yəni meyxanada lider sözü, şah sözü, yəni daha çox idarə etməni ən yaxşı bacaran insan yaxşı şair Rəşad Dağlı idi və bu gün də meyxananın bu vəziyyətdə biraz son zamanlar görürsünüz, meyxanada efirlərdən də səngiyib, toylarda da azdır. Demək olar pərəm-pərəm bir kərə bir dərədədir. Bunun səbəbkarı Rəşad Dağlıdır. Yəni ondan qabaq olub. Ondan qabaq məsəl üçün Kərim olub. Hegemon meyxanaçılardan olub. Kərim klassik olub, Kərim dahi olub, Kərim də şah olub. Sonra Məşədi Baba olub. Yəni Məşədi Babanın meyxanası hazır cavablığı danılmazdı. Düzdür, Məşədi Baba daha çox fərdi iştirak eləyib. Heç bir qrupanizm olmayıb, heç bir ortağı olmayıb. Meyxanada deyirlərdi, hərəmiz 2-3 gedirik. Amma Məşədi Baba həmişə tək olub, hamı ilə gedib. Məsələn, Kərimlə də gedib, Ağamirzə ilə də gedib, zamanında Elçinlə də gedib, sonra Vüqarla, Aydınla, hamı ilə meydan bölüşüb. Amma tək olmağına baxmayaraq da, yəni onun hazır cavablığı onu da şah deməyə gəlib gətirir ki, biz onu rahat deyə bilirik ki, meyxananın padşahı Məşədi Baba olub. Amma bugünkü günümüz, Allah kömək olsun, Allah qapısını açsın inşallah, Rəşad Dağlıdır. Yəni, mən meyxanaya gəldiyim gündən, gündəmə gəldiyim gündən mən onu görmüşəm və o gedəndən sonra da yəni, heç kimi tapa bilmədiyi ki, şəxsən mən Baləli gətirim onun yerinə qoyum.